Arkadaşlar selamun aleyküm dostlar, kanalıma videoma hoş geldiniz. Bugünkü videomuzda əsasən sizə birinci onu deyim ki, bundan qabaqki videolarda mən əsasən shorts videoları atırdım və 2 il bundan qabaq YouTube'a başlamışım. Məsələn 226 hal-hazırda abunəçim var. Onlara da təşəkkür edirəm, var olsunlar. Əsasən shorts videolarından sonra artıq bu cür idman videoları da gələcək. İdman hal-hazırda indiki bu dəqiqə videomuz, yəni bu videomuz bir jimə aid olacaq. Yəni jim necə vurular, nə qaydada vurular, hansı əzələləri işə salır, hansıları əks təsir eləyər, bunları başa salacağıq. İnşallah bundan sonraki videolarımızda turnik haqqında, turnikdə də qardaşımız bir-iki hərəkət öyrədəcək sizə. Ondan sonra istəyirsiniz lap maşın sürmə videosu gələr, maşını öyrədərəm sizə. Yəni bir çox videolar gələcək. Siz təki kanalımıza abunə olub, videomuza like atmağı unutmayın. Və biz keçək videomuza. Demək, uşaqlar, əsasən jimlə diqqət edilməli birinci növbədə. Demək, əsasən bu jimin necə qaydadır? Yəni nə tərzdə biz jimi vura bilərik ki, bu bizim hansı əzələrimizə yaxşı işləsin? Uşaqlar, əsasən jim birinci növbədə, yəni jim vəziyyətini aldıq. Baxın, jimi heç vaxt böyrə vurmayın. Baxın, qollar belə açılmamalıdır. Belə də göstəreyim. Baxın, qollar belə açılmamalıdır. Həmişə qollar geri. Baxın, bu formada geri işləməlidir. Görürsünüz. Sonra nə bilim bir iki atletik hərəkətlər eləyə bilərsiniz. O sizin öz işinizdir. Yəni sözüm onda yox. Əsasən jimdə qollar arxaya, yəni göstərdiyim kimi bu vəziyyətdə olarsa həmişə sinəyə işləyəcək. Əgər qollar yana açılsa çiynə işləyəcəksiniz bir. İndi o sizin özdən asılıdır ki, məsələn çiyni gücləndirmək istəyirsiniz, sinəni. Gəlin sizə belə bir şey deyim. Jim bütün əzələləri işə salır. Düzgün qaydada olunsa bütün əzələləri. Yəni sinə əzələsi olsun, pres olsun, muskul olsun. Ondan sonra bütün də elə bir bütün triceps olsun, baxın. Mən jimlə bu tricepsi yığmışam. Və s. kimi belə deyim, əzələləri işə salır. Kürək əzələsindən başqa. Kürək əzələsində inşallah gələn dəfəki videoda qardaşım sizə başa salacaq onu. Ancaq gələn dəfəki videoda. Yəni bu hələ ilk videoda jim haqqında. Bu cür faydalı videoların davamının gəlməsini istəyirsinizsə kanalımıza abunə olun. Mütləq like qoyun və yorumda yazın ki, gələn dəfə məsəl üçün hansı əzələyə aid bir idman növü gəlsin. Məsəl üçün mən qabağa məsəl üçün əl formasında salto aşa bilirəm. Bu göstərməyəcəm hələ ki onu. O birisi videolarda inşallah çəkərik. Onu da sizə öyrədərəm necə olacaq. Bundan sonra inşallah lap qəşəng videolar gələcək. Düzdür, mənim bir ayağım qabandan zədələnmişdi, amma o sağaldı şükür Allaha. İndi mən baxmıram, yəni ağrımır. Belə yəni istədiyim hərəkəti eləyəcəm. Sizə göstərəcək qardaşımız. Siz təki abunə olub like atın. Jimdən danışırdıq. Jim bütün kürək əzələsindən başqa bütün əzələləri işə salır. Kürək əzələsini də özüm sizə başa salacağam. Uşaqlar, bir də deyirəm. Jim elədirsə, baxın, qollar dolu olmalıdır. Bu formada vura bilərsiniz jimi. Çatdığınız yerdə jim vurun, bədəniniz çox qəşəng olacaq. Bir dəfə bədənimi də çəkərəm İmənov'a. Yəni indi qadınlar, qız uşaqları da baxa bilərlər. Ona görə hələ ki soyunmuram. Amma bir müddət sonra inşallah bədənimi çəkərəm. İmənov'a bədəni çəkib videosunu ataram. Öpürəm hamınızı uşaqlar. Sağ olun. Digər videolarda görüşmək ümidilə.